Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Dimin 9-cu sinif 20 sınaq test topusundan 18-ci sınavın izahına baxırıq. Qeyd edin ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və avqust ayının 1-dən etibarən yeni qruplarımızla artıq start verilir dərslərimizə. 0 bazə ilə başlayan şagirdlər üçün isə yay qruplarımız başlayacaq. İstər fərdi, istər qrup şəklində qoşula bilərsiniz. Əgər ki, videonu bəyənsəz, uşaqlar like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. İndi mən QR kodunu oxudum, çünki baxmamışam yenə həmişə kimi əvvəldən gözdən keçirməmişəm, sorry. Amma indi tez baxacaq bir yerdə. Demək, birdə nə deyir? Düzgün cavabı seçəsinə. Why can't Tural imagine to live in another country? Deyir ki, Tural niyə başqa bir ölkədə yaşamağı təsəvvür edə bilmir? He loves his country very much. O öz ölkəsini çox sevir. Bu ola bilər bax. His dream is to live in Italy. Onun deyir xəyalı İtaliyada yaşamaqdır. Xəyalı İtaliyada yaşamaqdırsa niyə, yəni başqa ölkəni xəyal eləyənməsin? Məncə B variantı yanlış olar yəqin ki. He imagine his life in another country. O həyatını digər bir ölkədə təsəvvür edir. Bəs burada deyir təsəvvür edə bilmir, ağlına gətirə bilmir. C-də olmaz axı. D variantı. He doesn't like the Azərbaycan cuisine. O Azərbaycan mətbəxini xoşlamır. Bu da yanlışdır məncə. He's going to live abroad. O xaricdə yaşayacaq. Başqa bir ölkədə yaşamağı təsəvvürünə gətirəmirsə, xaricdə yaşayacaq deyənmərəm. Yəni mən öz məntiqimə əsaslanaraq belə düşünürəm ki, cavabımız olar A variantı. Daha sonra keçirik növbəti ikinci sualımızda. Tural's dream is, Turalın xəyalı nədir? To live in Spain. İspaniyada yaşamaqdır. Only to visit Spain and to be acquainted about it. Deyir ki, yalnız İspaniyaya səyahət etmək, ziyarət etmək və ora ilə tanış olmaq, to read much about European countries, Avropa ölkələri haqqında çox oxumaq, to live for Azerbaijan forever, Azərbaycanı sonsuza qədər tərk etmək, not to live in his country, öz ölkəsində yaşamamaq. Üçüncü sualda mətn haqqındadır. Turalın Azərbaycanda yaşayışı, Turalın İspaniyada yaşayışı, Turalın dünya ətrafındakı turu, Turalın seçiminin səbəbi, İspaniyanı attraksiyonları və keçdik decide true false. Tural is attracted by a lot of countries as a traveler. Səyyah olaraq, turist olaraq Tural bir çox Avropa ölkələrindən diqqət cəlb. Yəni nə deyim, ona danışa da bilmirəm. Bir çox ölkələrə maraq göstərir də, yəni. Tural is fond of his native land. Öz doğma yerinin vurğunudur. Bəli, ola bilər, məncə A variantı olar. Tural is going to live in Spain. İspaniyada yaşayacaq. Tural deməli 8-ci sinifdə oxuyan bir şagirddir. Heç nə, vuraq görək nə deyəcək uşaqlar. Bir saniyə gözləyin. Unit 18. Listen to the passage and answer the questions from 1 to 4. I am Tural Hacıyev. I am Azerbaijani and I study in the 9th form. In the 9th form. Yəni neçədəymiş? 9-cu sinifdə oxuyurmuş bu uşaq. False olacaq bu. B variantı. I am fond of my native land. I am fond of my native land. 4.2 həqiqətən A variantı true. Proud of my country very much. I'll never change my native land to any other country. I don't want to live anywhere else except Azerbaijan. Azərbaycandan başqa heç bir dəqiqə gözlə. Azərbaycandan başqa heç bir yerdə deməli yaşamaq istəmirəm. I am fond of my native country. Mən öz doğma ölkəmi çox sevirəm. Yəni niyəymiş? A variantı həqiqətən birə. This attract me as a traveler. I have read much about you, Azerbaijan. But a lot of countries attract me as a traveler. I have read much about European countries and I want to visit Spain. Firstly, I like its climate, hot and dry. Another reason for my choice is the Spanish people. It's my dream to get there. Visit Spain dedi, düzdür. Burada deyir İspaniyada yaşayacaq. Artıq bu yanlışdır, B variantı. Perhaps one day I'll visit Spain, but I'll only visit. I'm not going to live there.
As the I Proverbs am not going to live there. Orada deyil yaşamayacağım. Okay, onda o yaşamaq deyil. Live for Azerbaijan forever, not to live in his country. Bu da yanlışdı. Devam edək. says, East or West, home is best. I can't imagine my life in another Burada B variantı olacaq. Sadəcə deyir ziyarət eləyəcəm, onunla tanış olacağam. Başqa bir şey deyil də, orada yaşamayacağam. Uşaqlar, bir ya da bilmirəm, 2 dənə deməli sınaq bundan əvvəl izah eləyəndə bu hissəni xüsusilə qeyd etmişdim. Demişdim ki, uşaqlar, only adətən səhv. O only olan variant adətən səhv olur. Yəni həmişə səhv olmur. Ona görə də baxmalısınız. Gördünüz, burada B variantıdır. Only olan variant düz çıxdı. Yəni dediyim şey ən azından təsdiq etmiş, sübut etmiş oldum sizə. country without my friends and my native land, my native language, my nature and landscape. It would be boring for me without them and Azerbaijan national cuisine. Long live Azerbaijan. Tamam, dünya ətrafındakı turu deyil. Turanın seçiminin səbəbi nə seçib ki? İspaniya atraksiyonları deyil, İspaniyada yaşamı deyil, Azərbaycanda yaşayışı, bəli, ola bilər, bu qalsın. Amma belə də düşünə bilərik uşaqlar. Demək, bu seçim deyilən 100% B variantı, C variantı, Y variantı deyil. Seçim deyilən nəyi nəzərdə tutur? Yəni Azərbaycanda yaşamaq seçimini, düzdür? Aynən deyilən arasında çox qalarıq biz. Azərbaycanda yaşayışından, həyatından söhbət getmir ki, düzdür? Azərbaycanı sevməsindən danışır da, diqqət etsəz. Amma D variantında xüsusi olaraq vurğulayır ki, deyir mən Azərbaycanda yaşamağı seçirəm. İspaniyaya səyahət etmək istəyirəm sadəcə. Çünki öz ölkəmi çox sevirəm. Yəni listeningdə qulaq asanda avtomatik olaraq insanın ağlına gələn şey budur. Bir anlıq düşünəndə choice sözünü başqa necə adlandıra bilərəm deyə düşündüm. Çünki Azərbaycanda yaşayışını da tam düzgün götürəmirəm də. Azərbaycanda harda yaşayır, necə yaşayır, nə edir, bunu danışmır ki, düzdür. Gündəlik həyatından danışmır da bu adam qısaca. Mənə deyir ki, mən öz doğma yurdumu çox sevirəm, tərk etmək istəmirəm. Mən burada yaşamaq istəyirəm. Ona görə ən uyğun variant D variantı götürərəm mən burada. Sonra keçək növbəti. Bunlara baxmışıq, bəli baxmışıq. 5-ci sualda Dear Parents, əziz valideynlər, Kids Planet Art Studio deyir ki, uşaqların Planet İncəsənət Studiyası announce yearly, illik olaraq elan edir art competition, incəsənət yarışını. Nə? 8-15 yaşlı uşaqlar üçün, amma illik yarışdır, görürsünüz. The competition will be dedicated to New Year's traditions in Azerbaijan. Azərbaycanda deyir ki, bu yarış yeni il adət-ənənələrinə həsr olunacaq. Yeni il, bunu da diqqət edirik. Children should avoid their parents. Uşaqlar valideynlərin köməyindən çəkinməlidirlər. Yəni valideynlər uşaqlara kömək etməməlidir. Last date for submission is 27 December 2024. Deyir ki, ən sonuncu, qeydiyyat üçün belə deyək, ən sonuncu tarix dekabrın 2024 dekabrın 27-sidir. The price is 3 months free subscription for our drawing course. Deyir ki, bizim rəsm kursumuz üçün deməli mükafat isə 3 aylıq pulsuz abonelikdir. Yəni 3 ay pulsuz şəkildə kursumuza gələ bilərsən. Mükafat budur. Yarış deyir ki, bu studio tərəfindən hər il keçirilir. Bəli, illik yarış idi. Düzdür. B variantına deyir ki, uşaqlar valideynlərindən kömək almağa icazə verilir. Xeyr, verilmir. Yarışın nəticələri deyir ki, oktyabrda bilinəcək. Xeyr, nə oxuduq? Dekabrda. Dekabr. Bu da səhvdir. D-də deyir ki, participant iştirakçılar öz işlərini ilin sonuna kimi göndərə bilərlər. Öz işlərini ilin sonuna kimi göndərə bilərlər. Yox, belə bir şey demir. İlin sonuna kimi yox, dekabrın 27-sinə kimi. The topic of the competition is worldwide New Year's traditions. Dünyaca, bütün dünyada yeni il adət-ənənələridir. Xeyr, bütün dünyada yox, sadəcə Azərbaycanda. A variantı düzgün variantımız olmuş olur. Keçirik növbəti 6-cı sualımıza. Hi dear friend, salam əziz dostum, it's me, bu mənəm, Gabriel. I would like to ask you a question. Mən səndən sual soruşmaq istərdim. I like English very much and I try to speak English to the students who come to our school on exchange program. Deyir ki, mən ingilis dilini çox sevirəm və mən deməli
bizim deməli mübadilə proqramı vasitəsilə bizim məktəbimizə gələn şagirdləri ingiliscə danışmağa çalışıram. I want to get some information about their schools, customs and traditions. Deyir mən onların məktəbləri, adət-ənənələri haqqında məlumat almaq istəyirəm. But I can't understand them well. Amma mən onları çox da yaxşı başa düşmürəm. I'm afraid of making mistakes while speaking. Bəzən mən danışarkən səhv etməkdən qorxuram. What should I do? Mən nə etməliyəm? Best wishes Gabriel. Deyir ki, xoş arzularımla Gabriel. Okay. She wants to learn the ways, yolu öyrənmək istəyir. Of information exchange, mübadilə proqramındakı məlumatın yollarını öyrənmək istəyir. Xeyr. Səhv olmadan necə yazı yazması gərəkini öyrənmək istəyir. Xeyr. Nədir bu? Of speaking English without making mistake. Okay. Deyir ki, səhv etmədən ingiliscə danışmanın yollarını öyrənmək istəyir. C olar. Dedə deyir ki, dostları ilə necə əlaqə saxlaması lazım olan yolları öyrənmək istəyir. Xeyr. Xarici turistlərlə necə danışması lazım olduğunu öyrənmək istəyir. Bu da deyil. Keçirik növbəti, yəni 7-ci sualımıza. 7-də deyir ki, you are school captain at Holy Heart School. Deyir, Holy Heart məktəbində sən məktəb kapitanısan. Vincent Nagar Lookham. Məktəbin adı bu da nəsə. Your school is organizing a 2-day carnival and blood donation camp. Deyir, sizin məktəbiniz 2 günlük karnaval və qan köçürmə düşərgəsi kampı təşkil edir. Prepare a poster for these events including all essential details. Deyir ki, bütün vacib detalların daxil olduğu bir poster hazırla bu hadisə, bu tədbirlər üçün. Okay, indi bizə deyir ki, məqsəd nədir burada? Bunu tapmalıyam, düzdürmü? A-da deyir ki, to take part in karnavalda iştirak etməmək. B-də deyir ki, bu tədbir üçün poster hazırlamaq. C-də deyir ki, not to take, iştirak etməmək qan köçürmədə. Poster hazırlamamaq. Y-də də deyir ki, 2 günlük karnavalda iştirak etmək. Demək, burada bizə nə deyir? Deyir ki, məktəbin kapitanısan, düzdürmü? Məktəbin kapitanısan və deyir ki, bunları etməlisən, təşkil edir. Vacib olan, yəni məqsəd nədir? Burada iştirak etməkdə. Posteri hazırlamaq deyil ki, əsas məqsəd, düzdür? Ona görə cavab olur Y variant. Dediyim kimi poster hazırlamaq da var. Amma əsas məqsədimiz bizim nədir bu elanda? Bizim elandakı əsas məqsəd 2 günlük karnavalda iştirak etmək məsələsi olar. Okay, there's a great variety and beauty of landscapes in the United Kingdom. Birləşmiş Krallıqda deyir ki, bir sıra müxtəlif gözəllik və mənzərələr var. Belə deyək də, mənzərələrin gözəlliyi var, elə deyək. Qəribə çıxsa da. The UK's national parks are popular, highly valued places to unwind, hike, climb, cycle and paddle. Deyir ki, Birləşmiş Krallığın milli parkları deməli çox məşhur, yüksək dərəcədə dərəcələndirilən, küləksiz, gəzintiyə uyğun, climb dırmaşmaq mı deyim artıq, nəmi? Cycle velosiped sürmək. Yəqin ki, o mənada işlənməz bu. Çünki tulu məstər verib axı, düzdür, fikir versəz burada. Bunların hamısı feil kimi istifadə olunubdur. Yəni nə mənada? Deyəcəyik ki, gəzmək üçün, yəni bir yerlərə dolaşmaq üçün, hike, gəzinti etmək üçün, dırmanmaq üçün, velosiped sürmək üçün və yaxud da ki, paddle. Yəni ona nə deyəcəyik biz tam olaraq? Qısa sürəlik gəzinti falan bu mənada işlənir. Kürək çəkmək mənasında. Amma indi parkda kürək çəkmək doğru olmaz da, düzdür. Yəni ona nə deyirik? Yavaş-yavaş yürüyüş etməkdir. Bu mənada işlədə bilərik. Bunlar üçün nədir? Yüksək dərəcədə qiymətləndirilən, dəyərləndirilən yerlərdir. Nədir? Cairngorms artıq nədirsə, bu parkın adıdır. Is one of the most beautiful national parks of UK. Birləşmiş Krallığın ən məşhur, ən gözəl milli parklarından biridir. High up in Scotland's northeast,
The Carms is the largest national park in the UK. Deyir ki, Şotlandiyanın şimal deməli şərqinə qədər çıxıb gedən Carnings deməli UK-nin Birləşmiş Krallığın ən böyük milli parkıdır. It has a great popularity among hikers, bikers and other adventurous outdoor lovers. Deyir ki, onun deyir ki, deməli gəzintiyə çıxanlar, velosiped sürənlər və digər çöldə macəralar etməyi sevən insanlar arasında böyük bir məşhurluq vardır, populyarlığı vardır. It's also the UK's wildest, snowiest national park. O həmçinin Birləşmiş Krallığın ən vəhşi, ən qarlı milli parkıdır. The Carnings has enormous whaleback granite mountains that form a kilometer high plateau. Okay, deyir ki, indi nə deyir burada? Deyir ki, unutdum başlığı hardaydı cümləmin. Deyir Carnings'in deyir ki, çox böyük deməli qraniti vardı. Whaleback belə whale bildiyimiz balina kürəyi mi deyək, nədir? Çox qəribə çıxır uşaqlar. Whaleback nə mənada işlənə bilər? Bir dəqiqə baxaq görək buna. Whaleback. Heç çıxmadı. Bilmirəm bu nədir tam olaraq da balina kürəyi deyəndə biraz mənalı çıxır. Qranit dağları var, nəhəng. Hansı ki bu da 1 kilometr hündürlüyündə bir yamaç yayla yaratmış olur. Winds here can reach 170 meters per hour. Deyir ki, küləklər burada hər saatda 170 metrə gəlib çatır. Some parts of the nədir? Caledonian bu nədirsə? Forest that once covered Scotland are also here. Deyir ki, Şotlandiyanı bir zamanlar örtüb bürümüş Caledonian və yaxud da ki meşəsinin bəzi hissələri də buradadır. In the Carnings, it's possible to walk for hours through native forests or stand on the shore of Lochelian Lake and look at the pine forest with mountains behind. Okay. Nə deyir indi bizə burada? Deyir ki, itirməsəm gözəl idi. İndi deyir ki, bu Carnings Milli Parkında saatlarla yerli meşədə gəzmək və yaxud da ki, bu Loch Alien gölünün ətrafında dayanmaq nədir? Mümkündür və bu ananas meşələrinə mi deyək artıq? Pine çünki ananas mənasında da işlənə bilir uşaqlar. Nəsə deyir, bu meşələrə, dağların arxasında baxmaq gözəldir. Belə bir şey deyir bizə. Landscape here reminds nature of Scandinavia, North America and Siberia. Deyir ki, buradakı landşaft, yəni mənzərə Skandinaviya, Şimali Amerika və Siberiyanı xatırladır. Okay. False yanlışı istəyir bizdən. Deyir ki, windy enough, kifayət qədər küləklidir. Kifayət qədər küləkli olduğunu oxumuşduq deyəsən. Səhv eləmirəmsə. There's a lake on the territory. Parkın deyir ki, ərazisində göl də var. Bəli. The park is popular enough among hikers. Gəzinti sevənlər arasında olduqca məşhurdur. Kifayət qədər məşhurdur, düzdür. Şimali Amerikada yerləşir deyir bu. Nə deyəcəyik biz buna? Bu park deyir ki, Şimali Amerikada yerləşir. Səhv etmirəmsə elə olmalıdır. Yox, necə yəni Şimali Amerika? Şimali Amerikada yerləşmir axı. Səhvdir bu, D variantıdır. Bilirsiniz niyə? Çünki bizdə hardadır? United Kingdom. Birləşmiş Krallıq. Bura haradır? İngiltərə. Şimali Amerikada necə yerləşsin bu? Səhvi istəyir, cavab D variantıdır. Sonra keçirik növbəti 9-cu sualımız. Mətn nə haqqındadır? Deyir, Caledonian meşəsinin hissəsi. Xeyr. Meşənin hissəsindən söhbət getmir, parkdan söhbət gedir. Birləşmiş Krallıqdakı qranit dağlar əsla. Birləşmiş Krallığın deməli parklarından biri, bəli, parklarından birindən söhbət gedir. Bu göldən danışmır. Skandinaviya təbiəti əsla. Cavab C variantı olmuş olur. Və 10-cu sualda what is so remarkable about Carning? Deyir ki, bu Carnings parka haqqında diqqətə layiq olan şey nədir? Deyir ki, ən vəhşi və ən qarlı milli parkdır dünyada. Dünyadakı xeyr. Birləşmiş Krallıqdakı ən deməli küləkli və ən qarlı olduğunu oxuduq.
Dünyadakı deyil amma. Deyir çöldə macəra sevərlər bu parka gəlməyi deməli üstün tutmur, əksinə üstün tutur deyə oxuduq. Deyir ki, dünyanın ən küləksiz yeridir, xeyr. There are no wild animals. Heç bir vəhşi heyvan yoxdur, amma wildest oxuduq. Ən vəhşi heyvan oxuduq. Düzdür? Uyğun gəlməyəcək. Dünyanın ən böyük milli park. Carl Jung deyir ki, Birləşmiş Krallığın nədir? Ən böyük milli parkıdır. Bəli, bunu oxumuşduq. Gözləyin, hardasa göstərəcəm. Deməli, tez tapaq. Bu da burada. It is the largest national park in the UK. Birləşmiş Krallıqdakı ən böyük milli parkdır. Və 11-ci sualımızda deyir ki, The Caledonian Forest. Forest bu meşə bir zamanlar Şotlandiyanı nə etmişdi? Örtmüşdü. Şotlandiyanı yəni büsbütün əhatəyə almışdı. Bir yüzüydü. Tamamilə yox olub. Xeyr, bəzi hissələri deyir bu parkdadır. 2 səhvdir. 3-də deyir ki, Siberian meşələrinin bir hissəsidir. 4-də deyir ki, qismən bu parkda nə edilibdir? Qorunub, saxlanıbdır. Yəni qismən bu parkda var. Bəli, bəzi hissəsi bu parka düşür deyə oxuduq bayaqca. Y variantı olmuş olacaq uşaqlar. Sonra keçirik 12-ci sualımıza. Əgər bu hissəni ötürdünüzsə, məsələn, yadınızdan çıxdı da, düzdür? Dediyim şey yadınıza düşmədi. Keçin tərcümə etdiyim hissədən, yəni sizin üçün daha asandır. Uşaqlar, videonu bir dənə kaydırırsan, qurtaracaqdı. Keçib 2 dəqiqə bundan qabaq dediyim sözə yenidən baxa bilərsiniz. Belə 12-ci sualda true doğrunu istəyir. Carl Jung deyir ki, ən qarlı milli parkdır Amerika, Birləşmiş Krallıqdakı, United Kingdomda yəni. Bəli, ən qarlı və ən vəhşi deyə oxuduq. Bir düzdür. 2-də deyir ki, visible, görünəndir, sahil, dağlar, çayın sahilindən dağlar görünür. 3-də deyir ki, Şotlandiyanın şimal-şərqində yerləşir park. Şimal-şərqində yerləşmir, şimal-şərqinə çatır da, gedib çatır. Nəysə, qoy bu qalsın. Birləşmiş Krallıq deyir ki, çox zəif bir təbiəti var. Bu da uyğun deyil. Amma bir dənə baxaq, 2 yoxsa 3. Dağlar çayın sahilindən görünürmü? O yadımdan çıxıb. Çayın sahilindən dağlar. Çay oxuduq ki, heç burada. Yox. Oxumadıq. Amma ən azından high up in Scotland's northeast, şimal şərqinə doğru gedib çıxır. Yəni orada yerləşir deyə bilərsən. Nə oldu onda bir? 1-3 olar da. Grammar suallarına. When I was, davamını gətirəcəm. When I was little boy. A little boy, balaca bir oğlanca. Balaca mənasında a little'dan sonra sayılan təksim gətirirdik. B-ni, Y-ni çıxacam. Sonra small town, town şəhər sözü 100% artikl istəyəcək, çünki sayılan təksimdir. Bizə bir şey demişdim mən sizə, əgər yadınızdadırsa, yer bildirən, məkan bildirən sözlərin qarşısında in, on, at tipli söz önləri varsa, adətən artikl tələb edir. D artiklından işlənir adətən. Yəni mən onda boşluq yazamıram. Amma D artiklı yoxdur. In a small town da deyə bilərəm də, düzdür. Balaca müəyyən deyil. Şimali Amerika, Afrika artıq burada boşluqdur. Çünki cəhət adı, ölkə adının, qitə adının düz yanındadırsa, bu zaman nə olur? Artiklsız olur. Cavabımız olur A variantı. Baxın, bayaq nə dedim? Adətən D artiklından işlənir. Yəni həmişə aid deyil ki, in a small town da deyə bilərəm də. Balaca bir, Şimali Afrikanın balaca bir şəhərində yaşayırdım. Düzdürmü? Hansı şəhərdə müəyyən deyil. Ona görə E artiklı vermişəm. Ümid edirəm ki, aydındır. Keçirik 14-cü sual. Make up sentence cümlə quracağam. Qoy görüm, davamı da var. Bu hələ 6-sı, 5-i də var. Tamam, qoy görüm necə quracağam ki, I often go to the beach. I often go to the beach. Belə bir şey yaza bilərəm. I often go to the beach with my cousins. Okay. I often go to the beach with my cousins. Gəldi nə onda? 2, 1, 3, 4. 2, 1, 3, 4, 5, 6. 2, 1, 3, 4, 5, 6. Mən adətən deyir ki, tez-tez kuzenlərimlə birlikdə hara gedirəm, çimərliyə gedirəm. 15-ci sualda passivə çevirəcəm. Dey mübtədadır. Mübtədalar eyni olmaz məlumla məhsulda. B-ni çıxıram, mübtəda deydi deyə. Haven't formally announced. Haven't formally announced olduğu inci bitmiş. Present perfect.
Have been, has been plus participle to lazımdır. Were verib səhvdir. Want verib səhvdir. Qaldı onda C bir də Y, düzdürmü? Tamam. C variantında 2 dənə səhv var. Birinci səhv odur ki, engagement təkdədir, have yox, has olmalıdır. İkinci səhv oradadır ki, mənim məlum növdəki cümləm inkardadısa, uşaqlar məchulda da inkarda yazmalısınız. Burada təsdiq də verib səhvdir, cavab olur Y variantı. 16-cı sualda şeydir bu, modal feil. Have ilə to'nun arasına söz daxil olmur. Haven't to deyənmərəm. Have to'nun inkarı do zidlə düzələr. Had ilə to'nun arasına da söz daxil olmur. Bunu da inkar didlə düzəlir. Will able to yox, will be able to olmalıdır. Tamam, qaldıq indi B və C'nin arasında mənəyə baxacağam. Give up smoking so much. Deyəcəm, you should give up smoking so much. Belə çox siqaret çəkməyi tərcih etməlisən. It's harmful for you. Bu sənin üçün zərərlidir. Ben deyəcəm, yox, tərcih etmə. Bu elə belə çəkə-çəkə öl get də. Olmaz, düzdür. Cəmaət yaşasın deyirik, biz niyə öldürürük? Nə işimizə qalıb, düzdürmü? Cavab C variantı. 17 while the child, okey, uzlaşmaya baxacağım, düzdürmü? Tamam, keçmiş davam edici, keçmiş geri mənli zaman. Keçmiş davam edici, keçmiş davam edici. Keçmiş geri mənli zaman, keçmiş geri mənli zaman. While'dan sonra adətən keçmiş geri mənli yox, keçmiş davam edici zaman gəlir uşaqlar. İndiki keçmişlə uzlaşmır, keçmiş indiki ilə uzlaşmır. Mənəyə baxacağım, düzdürmü? Dedim ki, while the child was crying, her mother was talking to the doctor. Uşaq ağlayarkən anası həkimlə danışırdı. Bəs talk niyə olmadı uşaqlar? Danışmaq, söhbət etmək feili bir an içində olacaq bir şey deyil ki, mən deyim, hə, bir deyincə danışdı, bitirdi. Olmaz, düzdür? Nə etməliyəm? Mən onu davam edici zamanda yazmalıyam. Davam edici zaman istəyən feillərdəndir. Ona görə mən bu ikinci tərəfi davam edici zamanda yazıram. Aydındırmı? Ümid edirəm ki, aydındır. 18-də. It is difficult for me to yazacağam. Həm forlu birləşməyə görə, həm də sifət birləşməsi var. To-lu məstər istəyir. It's difficult for me to speak English without learning grammar. Deyir ki, qrammatikanı öyrənmədən ingiliscə danışmaq mənim üçün çox çətindir. Yadda saxlayın, sifət özündən sonraki hissədə to-lu məstər istəyir, əgər feil yazacağamsa. Bu belə. Keçdik 19-da. Deməli, only-dən sonra a few, a little, bir də some işlədə bilirəm. Yəni, mən buradaşların hamısını çıxacam. Cavab qalacaq a few. Cəm isim cəbdə a few yazmışıq. The beach was almost empty. Deyir, çimərlik demək olar ki, tamam. Demək olar ki, boş idi. There were only a few people. Çox az insan var idi. Və keçirik növbəti, yəni 20-ci sualımıza. The equipment of söz önü ikinci bir isim. Söz öndən əvvələ baxırdıq. Söz önlü birləşmələrdə, düzdürmü? İsim söz önü, isim strukturu varsa söz öndən əvvəl. Equipment təkdədir, xəbər təkdə olacaq deməkdir. Were ya da are olmaz. 2 və 3-ü çıxmalıyıq variantlardan götürməyəcəm. Qaldı nə? 1, 4, 5. Was tək xəbər, is tək xəbər, will be həm tək xəbər, həm cəm xəbər kimi çıxış edə bilirdi. 21-ci sualda fail uğursuz olmaq, kəsilmək. Fail deyir exam, imtahandan kəsilmək deməkdir. Antonimini istəyir uşaqlar. Antonimi nə? İmtahandan keçmək olacaq, düzdür? Pass the exam. Won qazanmaq, lost itirmək, miss yubanmaq, ötürmək, choice seçmək, pass isə imtahandan keçmək. Təbii ki, kəsilmək deyirəmsə, antonimi keçmək. Dediyim kimi, bu kəsilmək bıçaqla kəsmək deyil. Nədir? İmtahandan kəsilmək yəni. 22-ci sualda antonim yenə istəyir. Internal daxili, external xarici A variantı. Local yerli, cruel qəddar, home, ev, foolish axmaq. Definition. Achievement nailiyyət, awareness xəbərdarlıq, yəni xəbərdar olmaq bir şeydən, xəbəri olmaq. Creation, yaradılış, yaratıqda, yaradılış, evet. They think done successfully by effort. Səylə uğurlu şəkildə edilən bir şey. Achievement, nailiyyət. Yəni, birə olacaq A variantı. Birə adısa, mən bunları çıxacam. Knowledge of a situation or a fact. Bir situasiya və yaxud da bir faktın haqqında biliyi olmaq. Yəni, xəbərdarlıq 2 olacaq B. 1A, 2B, 3-ə də C onda. Action or process of bringing something into existence. Bir şey mövcudluq halına gətirmə prosesi, yəni yaradılış. Və 24-cü sualımız düzgün cavab istəyir. A few bowls of porridge, ofdan əvvələ baxsam, bowls cəmdə, were cəm xəbər, bir düzdür. O salad təkdədir, xəbər təkdə olmalıdır, have yox, has olmalı idi. 2 səhvdir, götürməyəcəm.
A number of-un xəbəri cəmdə olur. Does verənmərəm, don't olmalı idi. Üstə 100% səhvdir. The stolen bags in sözündən əvvələ baxasan. Bags cəmdə, were cəm xəbər, afərin cavab olur. 1, 4 Y bəndi. 25-də sinonimlər istəyir bizdən, sinonimlər düzgün. Awful, bərbad, disgusting, ürək bulandırıcı, yəni diksindirici bu mənada işlənir. 2-də deyir ki, dear, əziz, bir də dear, bahalı mənasında işlənir uşaqlar. Dear, bahalı, cheap, ucuz. Bunlar sinonim olamır, antonimdir. Sour, şirin, tur, sweet, şirin. Bunlar da sinonim deyil təbii ki. Brave, cəsur, courage, cəsur. 1, 4, 100% var, bərbaddır ikisi. Awful, disgusting, bərbad, pis. Brave, courage, cəsarətli. Public, ictimai, yəni ümumi. Common, bu da ümumi mənasında işlənə bilir. Ona görə 1, 4, 5 rahat bir şəkildə götürərəm. Bu belə. Keçdik növbəti. Yəni writing. Writingimiz inşallah bərbad düşməyibdir. Deyəsən düşməyib. Nə edir burada? Nənə? Bir dəqiqə gözləyin uşaqlar. Mən özümünkündən baxım burada, kitabdan. Rahat görüm, analiz edeyim. 18-ci reading sınaq. Burada da eyni şəkildə. Corab toxuyub deyəsən, səhv eləmirəmsə. Nəsə bax belə bir şeydir. Corabdır deyəsən. İndi o sizdən asılıdır. Nə deyəcəklər ki? Tamam, nə edibdir? Deyirəm ki, nənə corab toxuyurdu, düzdür? Corab toxuyarkən yatıb qalıb. Birdən yuxuya dalır və pişik nə edir? Onun örgü ipi ilə oynayaraq nə edir? Onu açır. Yəni oynayır və sonunda topun içərisindən nəsə çıxacağını düşünür, amma heç nə çıxmır. Yəni belə bir şey yaza bilərik. Okay, yazaq görək. Yazırıq ki, nə olsun? It was a nice spring day olsun. Gözəl bir yaz günü idi. It was dili dəyişməmişəm uşaqlar. Gözəl. Gözəl. Düzəltdik. It was a nice spring day. Gözəl bir yaz günü idi, düzdürmü? Tamam. Deyəcəm ki, nənənin adı olsun. Deyim ki, Helen. Nə bilim ya, ad tapa bilmirəm ki onsuz da. Çox fikirləşməyə ehtiyac yoxdur. Helen was an old woman ya da lady. Qoca bir qadın idi, düzdürmü? Aha. She loved deməli knitting. Knitting toxumaq deməkdir. Very much. O toxumağı çox xoşlayardı. Bir şeylər toxumaqda, yəni uşaqlar o mənada. One day onda bunu sileyim. Spring day silim. Tamam. One day she was knitting. O toxuyurdu nə? Socks, corab. Unutdum. A pair of yazaq. A pair of socks. Bir cüt corab toxuyurdu, düzdürmü? While sitting on the bench. Skamyada oturarkən nə etdi? Bir cüt corab toxuyurdu. Suddenly, qəflətən, birdən, suddenly, she fell asleep. Fall asleep'in keçmişidir uşaqlar. Fell asleep. Fell asleep and the cat pişik bu deməli toxuma ipinin ya da topun içində nə olduğunu bilmək istəyirdi. Düzdürmü? Tamam, yazacağım ki the cat wanted
to know what is in the knitting ball. Ya da inside yazaq. What is inside the knitting ball. Məsələn, mən toxuma ipini götürüb öz sözünü yazmıram. Kimsə mənə durub səhv yazmısan deməyəcək ki, düzdür. Toxuma topu deyirəm də. Nə fərqi var? İstəsən knitting rope ball ya da nə bilim sözün özün yaz, fərqi yoxdur. Ürək necə istəyir. Sən writingində. Əsas odur məna səhv olmasın da. Aha, knitting ball. So, beləliklə pişik nədir? İçində nə olduğunu bilmək istəyirdi. Pişik atmağa başladı. Topu atmağa başladı. So, the cat started to open the rope. Bir saniye uşaqlar. Hə. Open the rope. Hətta open the knitting rope. Finally, when the cat, belə yazın. The cat finished opening, atmağı bitirəndə, there was nothing. Heç nə yox idi. The cat was surprised. The cat was surprised. Təəccübləndi. Bitdi. Nə qədər söz oldu? 4, 5, 8, 10, 13, 16, 18, 20, 22, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60 dənə sözümüz var. Ümid edirəm ki, uşaqlar bəyənmişsinizdir videonu. Əgər bəyəndinizsə, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Sağ olun.